Salam aleykum. Mənə bəzi cahillər görür və mənə deyir ki, sən mərsiyə oxuyursan, nə bilim, roza deyirsən, dini paylaşımlar edirsən, Quran qiraət edirsən. Bu iş sənlik deyil. Get öz işinə məşğul ol. Get işdə ailəvi saxla. Mən başa düşmədim. Mərsiyə oxumağın nəyi pisdir ki? Quran qiraət eləməyin nəyi pisdir ki? Dini paylaşım etməyin nəyi pisdir ki? İnsanlara haqqa çağıram, insanları ən azından düzgün yola dəvət edirəm. Neyniyim? Yaşıma uyğun olaraq hərəkət neyiniyim? Gedim giz-giz videolar çəkeyim, axmaq-axmaq hərəkətlər eləyim, narkomaniya qoşulum və yaxud da özümə hörmətsizlik eləyim, düşü-düşü hər əməllər eləyim. Yəni sadəcə olaraq bu cür dinsizlər görəndə həqiqətən əsəbləşirəm. Mən gözəl işlərlə məşğulam ki, axirətimi də fikirləşirəm ki, axirətdə Allaha tərəf gedəndə Allaha deməyi sözüm olsun. Sadəcə olaraq insanlar nə qədər qəflətdədirlər, nə qədər yatıblar ki, hələ də Əhl-i-Beyt əleyhissalamın dərk eləyə bilmirlər. Hələ Əhl-i-Beyt əleyhissalamı ölmüş bir insan kimi, adi bir insan kimi, dünyadan köçmüş bir insan kimi təqdim edirlər. Onlara deyirlər ki, Əhl-i-Beyt əleyhissalam yəni dünyadan köçüb, sən onlara matəm saxlamağı, sən onlara əza saxlamağı düz hərəkət deyil. Yəni məni başqa dinlərə dəvət edən olub. Amma Allah Quran-ı Kərimdə buyurub ki, Allah yolunda öldürülənlərə öyle deməyin. Onlar diridirlər və Allah yanında ruzilənirlər. Bəqərə surəsindədir bu. Sadəcə olaraq biraz düşünün, biraz fikirləşin. Əgər bir şey bacarmırsınızsa, əgər bir şey eləyə bilmirsinizsə, o demək deyil ki, mən də bunu etməməliyəm. O demək deyil ki, mən də bunu eləməməliyəm. Yəni ən azından əlimdən gələni çalışıram. İstər mərsiyə deməyimdə olsun, istər Quran qiraətimdə olsun, istər İslam dini paylaşımda olsun. Axı Allah Teala buyurub ki, hər kəs mənim yoluma köməklik eləsə, İslam'a köməklik eləsə, mən də ona özün köməklik eləyəcəm. Quranda belə bir ayə var. Açığı desəm, yəni bizim qohumlarda və yaxud da bizim tanıdığımız insanlarda yalnız bu dini sırf əqidəvi gedən mənəm. Yəni düzdür, bəziləri namaz qılır, amma İslam dininə, şəriətə məsələn uyğun riayət eləmirlər. Yəni məsələn üçün müştəhidir təqlid eləmirlər və yaxud da ən azından risaləni oxumurlar, şəri hökmləri bilmirlər və bunları yalnız bilən kişi xaylaqları nəslə bircə təkcə mənəm. Və mənə də bunu çox görürlər. Yaxşı, mən tutanım ki, bunu eləmədim də, pis yola düşüm, içki içim, qumarbazlıq eləyim, əyyaşlıq eləyim. Bu da mənim öz yaşıma uyğun hərəkət. Siz niyə Allah'ın haram bildiği şeyler insanlara sövq edirsiniz? Siz niyə Allah haram bildiği şeyler insanlara dəvət edirsiniz? Halalına çəkindirirsiniz. Axı İslam dininin bir çox şərti var ki, əmr bil məruf, nəhy-əz münkər. Yaxşılığa dəvət, pisliklə çəkindirmə, təvəlla və təbərra. Allah'ın dostuyla dost olmaq, Allah'ın düşməninə düşmən olmaq. Bu qədər. Allah bu cür insanları hidayət eləsin.